Neçə illərdir bu səsin yolunu gedirəm. Bu qərib səsin. Səsin də qərib olurmuş. Nə vaxtsa inandığım həqiqətə indi də inanıram. Sənin səsin səslər içində qərib səs idi. Başqa səslərə bənzəmirdi. Elə bil 1000 illərin əvvəlindən, yaddaşımızın başlandığı yerdən, ruhumuzun lap uzaq güşələrindən gəlirdi. Həzinliyi, kövrəkliyi, zərifliyinlə şirincə bir yuxunu, dadlıca bir arzunu andırırdı. Heç vaxt səsinlə öyündüyünü görmədim. Tərifləyəndə xəfif-xəfif gülümsünüb, barmaqlarının ucunu göstərirdin. Mənim bax, bu qədər səsim var. Elə bil, özün də o səsin qüdrətinə təəccüblənirdin. Sənin vurğunun olanlar haqqında çox şeyləri bilmirlər. Bilmirlər ki, anan adını Fəridə qoyubmuş. Rəşad Nuri Gültəkinin Çalı quşu romanının qəhrəmanını çox sevirmiş. Amma 30-cu illərin xofu o qədər güclü idi ki, dəyişdirib Nərminə qoyub. Yaddaşlarda da beləcə, Nərminə Məmmədova kimi qalmısan. Səsin də qəribə olur. Dünyanın səsləri içində bunca qərib, kəpənək qanatları kimi zərif səslə az rastlaşmışam. Neçə illərdir bu səsin yolunu gedirəm. Sanlı bir nəslin qızıdır. Buna baxmayaraq o ömrü boyu bir niskil saxlamışdır ürəyində. Ona görə də bunun doğrudan da, bəlkə də bundan da onun mahnıları çox kövrəkdir. Çox həddindən artıq bu məhəbbət bir niskilli məhəbbətdir. Ailənin tək bir uşağı olub, sevilən, əzizlənən, necə deyərlər, yeddilər üstə tapılan bir uşaq. Amma o ataya həsrət böyüyüb, ata da bu tək balasına həsrət. Anasının qucağında körpə ikən atası ağası bəy Məmmədbəyli repressiya qurbanı olub. 37-ci ildə Sibirə sürgün olunubdur. Nərminə xanımın atası Şəfiqə xanım Qiyasbəylilər nəslindəndir. Atası Ağası bəy də tarixçidir, anası Şəfiqə xanım da tarixçidir. Ağası bəy mərkəzi komitədə işləyirdi. Dediyim kimi tarixçi idi və repressiyanın o ağır, acı dalğaları bu ailədən yan keçmədi. Ağası bəy 30 il, 28 ildən sonra Bakıya gəlib çıxıb. Nərminə xanım artıq Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsidir. Və öz qızı ilə də universitetdə görüşür. Gənc yaşlarında bizim kollektivə gələndə çox qəşəng bir, gənc bir qız idi. O dövrdə deyim ki, Şövkət xanımın da cavan vaxtları idi. Sara Qədimovaның da cavan vaxtları idi. Onlar filarmoniyada iştirak işləyirdilər. Nərminə amma ancaq radionun xor kollektivində böyüyüb və demək olar ki, Azərbaycan bəstəkarlarının çox əsərlərinin birinci ifaçısı olub. Mən deyərdim ki, o dövrdə Nərminə qədər onun lent yazıları olan ikinci bir, ancaq mən Şövkəti deyə bilərəm ki, Şövkətin lent yazıları Nərminə qədərdir. Mən Nərminə xanımla demək olar ki, bir yerdə böyümüşük biz. Mən teatr məktəbində 41-43-cü illərdə oxumuşam. Nərminə xanımın anası mənə partiya tarixindən dərs deyib və sonra elə olub ki, biz bir məhəllədə olmuşuz şəhərdə və bir yerdə həmişə işə gələrdik, gedərdik. Yoldaş kimi çox səmimi, çox belə insan, çox xoşa gələn bir qadın idi. Nərminə xanımla Ramiz bəy qohumdular. Amma bunlar elə qohum olublar ki, bunlar görüşməmişlər. Yəni, repressiyada olan Nərminə xanım, ürkək bir həyat keçirdən Şəfiqə xanımın ailəsi Bakıda yaşamış.
Ramiz bəyin atası Azərbaycan rayonlarında partiya, sonra təsərrüfat orqanlarında məsul işlərdə işləmiş. Bir təsadüf olmamış ki, bunlar tanış olsunlar. Günlərin bir günündə Şəfiqə xanımı və onun bacısı Pəri xanımı, o bizim böyük maarif işçilərimizdən olubdu. Həsən ağa qonaq çağırır, Ramiz bəyin atası. Bu da düşür bunların çox gözəl bir gənclik illərinə. Bunlar Pobeda ilə gələrlər, Ramiz bəy onu Pobedadan düşəndə görür. Həmin qonaqlıqda Ramiz bəy tar çalır. Nərminə xanım oxuyur. Evdə də tez-tez belə Nərminə oxuyanda Ramiz müəllim də tarı köksünə basarmış. Məsələn, mənim bildiyimə görə o gözəl bir Nərminə xanımın oxuduğu ha belə mahnısı var. Xalq mahnısıdır. Bax, bunlar çalıb oxumaqdan doymayıb. Amma hacaq, amma niyə? ...54-cü ilin aprel ayında məni götürdülər həmən o xora. Mən gəldim o xorda çox gözəl insanlarla tanış oldum. Gülağa Məmmədovla, ondan sonra Anatollu Qəniyevlə, Mobil Əhmədovla, ondan sonra Zeynəb Xanlarovla və onların içərisində də ən gözəl qız olan, ən gözəl, belə incə, zəif Nərminə xanımla tanış oldum. Nərminə Məmmədova həmən o xora 15 yaşında gəlib, onu da Cahangirov gətirib. Nərminə xanım həmi solo oxuyurdu, həmi xorda oxuyurdu və həmçinin də ayrıca onun solo konsertləri olurdu. Azərbaycan xalq musiqisindən ibarət, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət solo konsertləri olurdu. Bilirsiniz, səs var ki, gəlir, gedir. Oxuyan var ki, gəlir, gedir. Çalan var ki, gəlir, gedir. Amma elə oxuyanlar, elə çalanlar var ki, elə yazanlar var ki, onlar həmişəlik, ömürlük qalır. Məsələn, Nərminə xanım oxuyanda, inanın ki, mənim tüklərim biz-biz olurdu. Çünki o qədər ürəkdən və o qədər o gözəl məlahətli səsi ilə Azərbaycan radiosu, televiziyası ilə tez-tez çıxışlar edirdi və xalq tərəfindən çox böyük məhəbbətlə, rəğbətlə qarşılanırdı. Çünki onun repertuarı sırf Azərbaycan bəstəkarlarının əsərləri idi. Mən həyatımda bir neçə dəfə Nərminə Məmmədovaya pianoçu kimi müşayiət etmişəm. Radioda açıq konsertlərdə, o vaxt radioda açıq konsertlər olurdu, çıxışlar edirdik. İndiki kimi yadımdadır, Nərminə xanım Tofiq Quliyevin, Cahangirovun, Qəmbər Hüseynlinin, Səid Rustamovun mahnılarını çox böyük məharətlə ifa edirdi. Əvvəla onun özünə məxsus olan çox gözəl səs tembri vardı və ifaçılığında da özünə məxsus olan bir incəlik var idi. Yəni, ancaq Nərminə o cür oxuya bilərdi, heç kimi təkrar etmirdi. Öz yolu, öz dəsti xətti olan bir ifaçı idi. Həmişə bir yerdə olmuşuq. Həmişə, ancaq getdiyim yer, məsələn, əvvəl məktəb idi, məktəbdən evə gəlirdim, bir yerdə idik. Bu ayrılan zaman ancaq bax, buydu. Anam çox az işləyirdi, mən anadan olandan sonra daima bir yerdə idik. Dərsdən götürürdü, elə düşürdük ki, məsələn, mənim dərsdən çıxmağım, onunsa işə getməyi. Dərsdən məni götürürdü, aparırdı Fiyaletov, keçmiş Fiyaletov, bilməm o küçənin adını. O səs yazmalı studiyası oradaydı, onların məşqləri də orada keçirdi, xor kollektivinin məşqləri oradaydı.
o 2 saat məşq zamanı həmişə otururdum orada, pianoçunun yanında səssiz otururdum, qulaq asırdım. Çox zaman səs yazılışlarına da Qəmbər Hüseyninin Qəvək ki mahnısı idi. İlk məhəbbət. O mahnı mənim yanımda yazılıb. Əvvəllər eşidirdim, məsələn, hətta o getdikdən 1-2 ildə sonra deyirdim, anam oxuyur. İndi qulaq asıram, artıq məsələn, başlayıram, fərq eləyirəm ki, yaxşı, gözəl bir müğənni oxuyur. Və həqiqətən gözəl müğənni oxuyur. Valla, nə bilim, var deyilə sənətçilər var, və də musiqiçilər var, ifaçılar var. Azərbaycanda yəqin ki, mənim anamdan yaxşı ifaçı, bəlkə ondan yüksəkdə dayanan da ifaçı olub. Amma bir musiqiçi kimi Azərbaycanın mahnı sənətinin inkişafında onun rolu tanınmazdı. Həmişə deyirdi ki, məsələn, mahnını oxuyanda əgər birinci bəndini necə oxumusansa, ikincini o cür təkrar eləmək olmaz. Mahnının sözlərinə çox fikir verirdi. Elə bil ki, onları özündən keçirdirdi, necə onları duyurdasa o cür də oxuyurdu. Məsələn, bir şeyi çatdırmaq istəyəndə səsini gücləndirmirdi və yaxud da ki, məsələn, artıq boğaza yol vermirdi. O necə özünə məxsus incəliklərlə göstərirdi. Çox yüksək oxumaq mədəniyyətinə malik insan idi. Oxumaq mədəniyyəti Tətil üçün ata-anasını görməkdən ötürü. Bu yeni qayıdarkən təbii ki, hələ xəyalən özünü İraqda, Kərkükdə hiss edir. Ona görə bu Kərkük türkülərini yaman tez-tez oxuyarmış. Bu dilindən düşməzmiş. Bu zaman bunun çayına qonaq olan mərhum Ənvər Əlibəyli bunun türkülərini eşidir. Deyir, ay aman, sənin bu səsin nə yaman Nərminənin səsi ilə tutarmış. Gəlsən bu bayatıları Nərminə ilə oxu. Eyni bu bayatıların qovşağı, oxşarlıqları bizim Azərbaycan bayatılarında da vardır. Nə gözəl olar bu duetlər və belə də məsləhət görür. Və bu mahnılar 60-cı illərdə belə yaranır. Tam 60 ildən bu yana neçə nəsildir ki, bu öz dinləyicilərini əsir etməkdədir. Doğrudan da bu həmin uzaq Kərkük ellərinin, amma bizə candan yaxın olan o şirin ellərin bizə salam duasıdır. Nərminə xanımın ətrafındakılar cürbəcür şöhrətlərə, adlara, fəxri adlara layiq görünürlər. Lakin Nərminə o qədər təvazökar, o qədər utancaqdır ki, məsələn, mənim yadımdadır, o radionun xorunda işləyirdi. Mənim dostum Ramiz Mustafayev deyirdi ki, açıq konsertlərə və yaxud televizorda konsert olanda Nərminə xahiş edir ki, mən gəlməyim, utanırdı. Eyni zamanda da çox məharətli bir ifaçı idi. Biz sənətkarlar əlbəttə Nərminə xanımın qədrini, qiymətini bilirdik. Ona görə də çox adam, məsələn, Zakir Bağırov, Cahangir Cahangirov, Səid Rustamov, Tofiq Quliyev həmişə Nərminə xanıma müraciət edirdilər və o böyük məmnuniyyətlə onların əsərlərini oxuyurdu. Demək olar ki, 45 il radioda bizim kollektivdə işlədi, çalışdı və 500-ə qədər lent yazıları bəstəkarlarımızın xalq mahnılarını Nərminə xanım ifa edirdi. Təəssüf edirəm ki, Nərminə xanımın o vaxtlar demək ona ad vermədilər. Radio nəyəsə biraz belə ögəy baxırdılar. Filarmoniyanın solistlərinə, operanın solistlərini görürdülər. Nərminə xanım ki, belə açıq konsertlərdə iştirak eləmirdi. Ona görə bəlkə onu yaddan çıxardırdılar. Yoxdur daha sənin gözünün yaşı. Sevincdən ağlanan günlər qurudu. İndi 100 meşəni bir ocağa çat. Tüstüsü ucalmaz, görünməz odu. Quşlar yaralanıb uçanda göydə. Torpaq diz üstə düşüb ağlayır. Qayıya dayıyır sırtını külək. Yağışın yolunu bürküb ağlayır. Çürüyən ağaclar ölüm qoxuyur. Otların üstü ilə salınmır cığır. Buludlar yenə də min şəkil alır. Çaylar əvvəlki tək dənizə axır. Adam çaşıb qalıb, hər şey qarışıb. Aşıq yuxusunda kökə gəlmir saz. Kaş ki,
bircə günlük geri dönəydin, gözlərin yenə də dolaydı biraz. Allah o cür mülayim səsi, o cür musiqi duymaq qabiliyyətini yəqin ki, ona görə vermişdi ki, o onu çatdıra bilsin. O musiqini duyub onu çatdıra bilsin ki, ətrafdakılar da onu eşitsin. Belə boş yerdən o cür səs Allah tərəfindən verilə bilməz. Həqiqətən mülayim səs idi, çox mülayim, tembra malik səs idi. Bəlkə də çox güclü deyildi, amma mülayimliyi gözəl səsə malik idi. 6 yaşım var idi, apardı məni Bülbül adına musiqi məktəbinə. 1-2 ay yarım orada məşğul oldum. Sonra dedilər ki, Nərminə xanım, əgər istəyirsinizsə ki, pianoçu olsun, orta səviyyəli pianoçu olacaq. Amma siz istədiyiniz musiqiçi sizin qızınızdan çıxmayacaq. Qoy qutarsın, qutaracaq, çalacaq. Çalacaq, amma sizin istədiyiniz olmayacaq, götürdü. Dedi, orta səviyyəli musiqiçi lazım deyil. Bəzən olur ki, yaxınlıq olur ana ilə qız arasında, amma yenə də analıq və qızlıq bu münasibətləri qalır. Bizdə o yox idi. Adicə, məsələn, mən rəfiqəmə dediyim sözləri anama da deyirdim. Eləcə də, məsələn, mənim rəfiqələrim gəlirdi oyundan, heç bir yaş fərqi gözlənilmədi. Yaş fərqi heç bir bacarırdı, ümumiyyətlə bacarığı var idi. Balaca ilə balaca olmağın, böyüklə böyük olmağın heç bir yaş fərqi qoymurdu. Daxilən yəqin ki, gənc idi ürəkdən. Şərtlər daxilində yaşayan bir insan deyildi. Mən nə qədər ki, onunla bərabər işlədim mən oxorda və nə qədər onu tanıdımsa, hələ onun dilindən bir kəlmə eşitmədim ki, bir filan kəs yaxşı adamdır, filan kəs pis adamdır. Amma həmişə onun yaxşılığından danışardı. Həmişə onun hörmətindən danışardı. Məsələn, o Cahangir Cahangirovu, Ramiz Mustafayevi və orada oxuyan qadınları, orada oxuyan müğənniləri o qədər sevərdi ki, mən onu həmişə yad eləmişəm, həmişə yad eləyəcəyəm, həmişə ürəyimdə saxlamışam, həmişə də saxlayacağam. Tez-tez getdiyimiz yer Kislovodsk idi onda. Onda da orada onu görürdülər, tanıyırdılar, Nərminə xanım deyirlər, yadımda da xoşuna gəlirdi ki, tanıyalım. Amma onda o Oxşar olubdu. Nə barədə? Yəni, eyni həsrəti daşımışlar ana-bala uzun illər. Ürək xəstəliyinə düşmüşdü, yəni qəlb xəstəsi idi. O şakrak səslərin sahibi, o bülbül nəğmələrinin sahibi, o evinin otaqlarında, o gen otaqlarda belə gəzmək ona çox məşəqqətli gələrdi. Neçə dəfə qəlb ağrıları, infarkt keçirtmişdi. Sağ ola qonaq kimi yaşayırdı. Mənim bir rəfiqəm gəlmişdi, bizə ona dedi ki, ölüb gedəcəm, qızım zapisləri eşidəcək, lent yazılarını eşidəcək, ürəyi ağlayacaq. Birinci vaxtda çox çətin idi qulaq asmaq. İndi bəzən ehtiyac duyulur, qulaq asın. Ağlıdır, əlbəttə. Gəlib çatdıq. Elə bu küçədir. İçəri şəhər lentlərin yaddaşındakı səsin deyil ki, olduğu kimi qalsın. Burada çox şey dəyişib. Binalar da, adamlar da, səslər də. Bax, bu döngədə pianoçu Zivər xanımın qonşuluğunda yaşayırdın. Səhər axşam pəncərəni açırdın, dumduru səslər də olurdu içəri. Onda Vaqifi tanısan da, ağlına gəlməzdi ki, nə vaxtsa sənətdə öz yolu, öz yeri olan bənzərsiz bir ifaçı olacaq. Muğamla cazın sintezini yaradacaq. Sən Vaqifdən cəmi 10-11 yaş böyük idin. Yeni yetməliyiniz müharibədən sonraki çağların ümid dolu illərinə düşmüşdü. Zamanın ağırlığından silkinib çıxmağa, bütöv bir nəslin arzularını ifadə eləməyə çalışırdınız. Deyəsən, istəyinizə çatdınız. Sənin səsin, Vaqifin bəstələri bunun canlı sübutudur. Amma buralar yaman dəyişib. İndi sizin evinizin yerində içəri şəhərin evlərinə oxşamayan bir bina tikiblər. Səsinsə eləcə qalıb.
işıq kimi hardansa göydən süzülür. Dünyanı kövrək, həzin, zərif bir nəfəs ağuşuna alır.